Salamlar əziz və dəyərli yetkincilərim. Hər birinizi xoş gördük bir daha kanalımda. Bugün dərsimiz vulkanizm prosesləri ölkəmizdə necə baş verir? Səhifə 34-35 izah eləyəcəm. Və təbii ki, tapşırıqları da qeyd eləyəcəyik. Deməli, ilk öncə hardan başlayaq? Yerin daxili prosesləri. Biz artıq bilirik ki, yerin daxilində hansı proseslər baş verir? Zəlzələ, vulkan, bunlar hamısı yerin daxilində baş verən proseslərdir və təbiət hadisələrdir. Təhlükəli təbiət hadisələri hesab edilir. Azərbaycanda tektonik zonalarda yerləşdiyi üçün, tektonik çatlar olduğu üçün bu proseslər qaçılmazdır. Düzdür, hal-hazırda Azərbaycanda aktiv vulkan yoxdur, amma palçıq vulkan var, maqmatik amma sönmüş vulkanlar var və mineral bulaqlar var. Bunu da yəni sırf bununla əlaqələndirəcəyik ki, Azərbaycan aktiv zəlzələ zonasındadır və yaxud da tektonik zonada yerləşir. Azərbaycanda yerin daxilində temperatur yüksəkdir bu ərazilərdə. Yəni tektonik zonalarda yerin daxilindəki temperatur səthə daha yaxın baş verir. Tektonik çatlar olduğu üçün vulkanlar, zəlzələlər daha aktiv olur. Deməli, yerin daxili prosesləri Azərbaycan relyefinin yaranmasında böyük rol oynamışdır. İstənilən bir ərazidə yerin daxilindəki proseslər ərazinin relyefinin yaranmağına təsirini göstərir. Daxili proseslər ölkəmizin ərazisində tektonik çatların, maqmatik və vulkanlar, palçıq vulkanlarının isti, soyuq, baxın burada mineral bulaqların geniş yayılmasına səbəb olmuşdur. Bu sözləri nəyə görə altına xətt çəkdirirəm? Çünki bəzi suallarımızın cavabı məhz bununla əlaqəlidir. Bu təbii obyektlər Azərbaycan ərazisində qeyri-bərabər paylanmışdır. Bunları diqqətlə oxusaq, inanın ki, heç belə izaha belə ehtiyac yoxdur. Özünüz diqqətlə oxusanız, bunları izah etməyə ehtiyac yoxdur. Baxın, bu ərazilərdə görürsünüz, tektonik çatlar olan yerlərdə vulkanlar, zəlzələlər daha aktiv baş verir uşaqlar. Deməli, qeyri-bərabər paylanıbdır həmin o mineral sular. Azərbaycanda çoxlu termal və ya isti bulaqlar var. Termal sular da deyə bilərik və yaxud da isti bulaqlar deyə bilərik. Termal və ya isti bulaqlar. Onlarda suyun temperaturu 37 dərəcədən çox olur və tərkibi minerallarla zəngindir. Bəzi bulaqlarda su yer səthinə qaynayaraq çıxır. Termal bulaqlar əsasən dağlıq ərazilərdədir. Bu termal bulaqlar hər ölkədə olmur. Amma bu bizim bir növ şansımızdır. Bu bizim sərvətimiz sayılır. Təbii sərvətimiz sayılır. Termal bulaqlar çox faydalı bir bulaq sayılır. Deməli, termal bulaqlar əsasən dağlıq ərazilərdə ən məşhur da Kəlbəcərdəki isti sudur. Bəlkə də bir çoxlarınız getmişsiniz, baxmışsınız. Qarabağ alındıqdan sonra artıq biz bunları görə bilərik. İsti suyun tərkibi deyir ki, Çexiyadakı məşhur Karlovari mineral bulağının suyuna oxşayır. Bu bizim kitablarda, əvvəlki kitablarda da verilirdi həmişə. Daha sonra Azərbaycanın və Kiçik Qafqaz ərazisində Qarabağ vulkanik yaylasında deyir ki, sönmüş vulkanlara rast gəlinir. Bayaq dediyim kimi uşaqlar, Azərbaycanda aktiv vulkan yoxdur. Onlardan bəzilərinin kraterində göllər yaranmışdı. Yəni su da olur, göl yaradır. Bunlara Böyük İşıqlı vulkanını deyə bilərik uşaqlar, ən məşhuru Böyük İşıqlı vulkanı Laçın rayonu ərazisində. Dünyada olan palçıq vulkanların 400-ə qədəri Azərbaycandadır. Palçıq vulkanları püskürən zaman səthə su buxarı, qazlar və su neft qarışığı, qaynar, sıyıq palçıq kütləsi püskürür bu ərazidə. Mən olmuşam palçıq vulkanlarında. Tam soyuq bir palçıqdan ibarətdir. Onu püskürmür düzdür. Hal-hazırda belə tam sabit şəkildə sadəcə hərdən sanki qaynayırmış kimi görsənir. Ancaq soyuq maddədir, isti deyil. Dünyanın ən böyük palçıq vulkanlarından biri Torağaydır. Baxın, Torağay Azərbaycanda, Qobustanda yerləşir. Hündürlüyü də 402 metrdir. Azərbaycanda ən hündür palçıq vulkanı deyiləndə hansıdır? Torağay 402 metr. Kraterinin diametri isə 500 metrə bərabərdir. Krater nə idi? Bu ağzındakı çökəklik demişdik vulkanın. Buradan bura qədər. Bax, bu məsafə 402 metrdir. Daha doğrusu 500 metrdir. Quruda olduğu kimi suyun altında da palçıq vulkanları püskürür. Belə ki, Xəzər dənizində 140-a yaxın palçıq vulkanları var. Bax, bunları diqqətlə yadınızda saxlayın. Sualtı palçıq vulkanları püskürərkən adalar yaranır. Bakı arxipelagında 8 ada palçıq vulkanlarının püskürməsinə yaranıbdır. Hansı adalar? Xərəzirə, Çingil, Səngimuğan, Zənbil, Daşlı ada və s. Bax, bu adalardandır uşaqlar. Bu da Daşlı ada vulkanı vulkanik ada sayılır. Gördüyünüz kimi, həmin o palçıq vulkanların püskürməsinə ada yaranıb, necə gözəl bir mənzərə. Suallarımızı cavablandıracağım, amma ilk öncə bura bir də yuxarıya diqqətlə baxmanızı istəyirəm. Deməli, Azərbaycanın relyefinin formalaşmasına nə təsir elədi? Təbii ki, orada olan proseslər, daxili proseslər, tektonik çatlar, maqmatik, vulkanik, palçıq vulkanları
İsti sular, mineral bulaqlar bunlar geniş yayılmana səbəb olub. Nəyə görə? Çünki həmin o daxili proseslər bizdə güclü gedir. Zəlzələlər, vulkanlar bizdə çoxdur. Və bunlar da Azərbaycanın relyefinin formalaşmasına təsir edir, kömək edir. Baxın, bu tektonik proseslər nəticəsində Azərbaycanda bu ərazidə Böyük Qafqaz dağları, bura Kiçik Qafqaz dağlarıdır. Burada Talış dağları yaranıb. Onların arasında Kür-Araz ovalığı formalaşıbdır. Bir çox düzənliklərimiz var. Bunları yuxarı siniflərdə daha ətraflı keçəcəksiniz uşaqlar. Və deyir ki, Azərbaycanda çoxlu termal sular, isti bulaqlar, mineral bulaqlar vardır. Bu da temperatur 37 dərəcədən çox olur. Minerallarla zəngindir. Azərbaycana yeni təbii sərvətidir dedik. Bunlardan ən məşhuru Kəlbəcərdəki isti sudur. Onun da tərkibini Çexiyada Karlovari suyu dünyanın ən məşhur mineral suyu sayılır. Ondan tərkibi eynidir. Təsəvvürün ki, nə qədər oxşuyur isti su mineral bulağı. Və burada deyəcəyik ki, Azərbaycanın Kiçik Qafqaz ərazisində Qarabağ vulkanik yaylasında sönmüş vulkanlara rast gəlinir və dediyimiz kimi aktiv vulkan yoxdur. Bunların bəzilərinə su yığılır və göl yaranır. Böyük İşıqlı gölü, məsəl üçün Böyük İşıqlı vulkanı orada su yığılır və göl yaradır uşaqlar. Dünyada olan palçıq vulkanlarının 400-ə qədər Azərbaycandadır. Yəni Azərbaycan palçıq vulkanları ilə zəngindir və ən hündürü hansı olacaq? Torağay deməli 402 metrdir, diametri isə 500 metrə bərabərdir. Və bundan əlavə deyəcək ki, quruda olduğu kimi dənizin altında da palçıq vulkanları var və bunlar sayəsində bunlar bəzən püskürür və suyun altından çıxır və bu zaman nə yaradır? Adalar yaradır. Məsələn, Xərəzirə, Çingil, Səngimuğan, Zəmbil, Daşlı ada və s. Bunlar Daşlı adanın da şəklini görə bilirsiniz şəkildə. Bunlar olacaq palçıq vulkanlarından yaranmış adalar. Gəlin keçək dərsimizin izahına. Bayaq da sizə dedim ki, diqqətlə qulaq asın. A, B şəkillərini istinad edərək suallara cavab verin. Dedim ki, bayaqları bu suallardan biri məhz dərsliyinizdə elə ilk cümlələrdən altından xətt çəkdim. Deyir ki, A xəritəsində verilən təbii obyektləri sadalayın. Nə üçün onlar Azərbaycanda geniş yayılmışdı? Çünki Azərbaycan bilirik ki, tektonik çatlarla bağlıdır. Bunun səbəbi Azərbaycan tektonik çatları olan ərazidə yerləşir. Ona görə də palçıq vulkanlarıdır, maqmatik vulkanlardır. Azərbaycanda var, amma sönmüş şəkildədir. Azərbaycan fiziki və siyasi inzibati xəritəsindən istifadə edərək cədvəli tamamlayın. Təbii obyektlər yayıldığı ərazilər və təbii inzibati rayonlar hansılardır? Maqmatik vulkanlar, məsəl üçün. Ən çox Kiçik Qafqazda Qarabağ vulkanik yaylasındadır. Rayonlar olaraq Kəlbəcər, Laçını qeyd edə bilərsiniz. Bayaqlarda Kəlbəcərdə dedik isti su, Laçında da o Böyük İşıqlı vulkanını göstərdik. Sonra palçıq vulkanları Abşeron yarımadasında, Xəzər dənizi Abşeron Qobustan hissəsində ümumiyyətcə dünyada ən məşhurlardır Abşeron yarımadası və Xəzər dənizi. Sonra termal mineral sular Böyük Kiçik Qafqaz dağlarında var, əsasdakı Kiçik Qafqaz dağlarında var, Masallıda var, Qax, Kəlbəcər rayonlarının ərazisində, Bakıda mineral sular çoxdur. C-də bu təbii obyektlərin yayılmasında hansı qanuna uyğunluğu müşahidə edərdiniz? Bu obyektlər daha çox dağlıq ərazilərdə, özdə tektonik çatların olduğu yerlərdə müşahidə edilir uşaqlar. Azərbaycanda da olmağının səbəbini məhz bununla əlaqələndirdik. B şəklindəki bulağın yerini A-da tapın. Onun temperaturu və mövqeyi arasında hansı əlaqə var? İsti su bulağı Kəlbəcərdədir. Tektonik çatların olduğu yerlərdə yer qabığında temperaturun yüksək olması nəticəsində yaranır. Sular qızır və termal bulaqlar əmələ gəlir uşaqlar. İkinci sual C, D, Y şəkillərinə əsasən sualları cavablandırın. Təsəvvür edin ki, C şəklində verilən əraziyə səyahətə çıxırsınız. Bunun üçün hansı inzibati rayona getməlisiniz? A xəritəsinə və Azərbaycanın inzibati xəritəsinə əsasən müəyyən etmək olar ki, Böyük İşıqlı vulkanı Laçın rayonunun ərazisindədir. Biz getməliyik hara? Təbii ki, Laçına. Orada müşahidə edəcəyiniz təbii şərait nə olar? Fikirlərinizi söyləyin. Təbii ki, biz əgər gediriksə vulkanik əraziyə, yüksək dağlıq ərazidir. Vulkan mənşəli suxurlar mümkündür orada. Çünki vulkan püskürübsə ətrafında mütləq filiz faydalı qazıntıların vulkan mənşəli suxurlar olur. Vulkanların kraterində yerləşən gölləri vulkana qalxarkən dağ çəmənliklərini müşahidə etmək olar. D şəklində verilən vulkanların Azərbaycanda çox olmasının səbəbi nədir? Bayaq dediyimiz kimi, D şəklində təsvir edilən palçıq vulkanların yayılması çökmə suxurlarının çox olmasına bağlıdır. Neft qaz Azərbaycanda çox çıxdığı üçün həmin ərazidə də palçıq vulkanların olması ehtimalı daha yüksəkdir. Y şəklində aktiv vulkan sönmüş vulkana çevrilərsə bu zaman keçdikcə adanın sayısı necə dəyişər? Təbii ki, aktiv vulkan passivləşərsə, sönmüş olarsa, artıq ərazi kiçilər sular tərəfindən, dəniz dalğaları tərəfindən yuyular və sahəsi kiçilər hətta suyun altında qala bilər, yox ola bilər zaman keçdikcə.
Palçıq və deməli maqmatik vulkanlar da deyir. Hansı faydalı qazıntılar? Bunu dəfələrlə də demişik ki, palçıq vulkanları çökmə mənşəli suxurların yarandığı ərazilərdə yayılır. Ən çox təbii qaz, neft təbii qaz olan yerlərdə. Amma maqmatiklər isə təbii ki, maqma püskürürsə maqmatik suxurlar yaranacaqdır. Bunlara da ki, biz qranit, bazalt, pemza, yəni filiz faydalı qazıntılar ən çox deyəcəyik ki, bu ərazidə filiz faydalı qazıntılar, ona görə də dəmir filizi Kiçik Qafqaz dağlarında daha çoxdur. Filiz faydalı qazıntılar qızıldır, civədir, dəmirdir. Bunlar Kiçik Qafqazda çox olmanın səbəbi, Böyük Qafqazda olmamanın səbəbi odur ki, Kiçik Qafqaz dağları daha çox maqmatik suxurlardan təşkil olunub uşaqlar. Bax, buralarına diqqətlə qulaq asın ki, gələcəkdə də bu sizin işinizə yarayacaq. Hansı ərazidə dəmir filizi, filiz faydalı qazıntılar, maqmatik suxurlar çoxdursa, deməli həmin yerlərdə tektonik cəhətdən, yəni maqmatik vulkan var ki, maqmatik suxurlar çoxdur ki, həmin ərazidə də filiz faydalı qazıntılar daha geniş yayılıbdır. Belə, inanıram ki, dərsimizi gözəl şəkildə izah edə bildim, sizə çatdıra bildim bunu. Hər birinizə uğurlar arzu oluram. Dəyərli dostlarım, bugün alınmadı, amma gələn dəfə mütləq şəkildə sizin adlarınızı qeyd edəcəm. Buradan salamlarımı göndərəcəm həmin uşaqlara. İndi bu dəqiqə hazırda adlar tam olaraq yadımda deyil. Üzr ilə hesab edin. Amma keçən ilki kimi, yəni istəsəniz adlarınızı hamınız qeyd edin. Soyad, ad. Mən sizə buradan dəyərli salamlarımı videonun başlanğıcında göndərəcəm. İndi çox tələsik formada videolar çəkirəm, paylaşıram ki, geri qalmayasınız. İnanıram ki, məni başa düşürsünüz. Sağ olun.